Ümumiyyətlə, Ukrayna ilə bağlı danışıqlarda həlledici bir mərhələyə yaxınlaşır deyə bilərik. Çünki artıq 3 ildən artıqdır ki, gedən bu müharibə son mərhələyə gəlib çatıb. ABŞ prezidenti Donald Trumpın təklif elədiyi 28 bəndlik sülh planı hər nə qədər Ukrayna üçün, eləcə də Avropa üçün qəbul edilməz olsa da, artıq Ukraynanın başqa bir çıxış yolu qalmayıb. Artıq ABŞ-la Rusiya arasında danışıqların əsas müddəaları razılaşdırılıb. Heç şübhəsiz ki, Kremlin sözçüsü Dmitri Peskov açıq şəkildə bəyan elədi ki, Ukrayna ilə bağlı danışıqları biz yalnız ABŞ ilə aparıq. Bu, həm də bir mesajdır Ukraynaya ki, Ukrayna bu danışıqlarda heç bir halda subyekt deyil, əksinə obyektdir və Avropa ölkələri də bu danışıqlarda heç bir əhəmiyyətli rola sahib deyil və əsas müzakirələr və razılaşmalar bugün Vaşinqton və Moskva arasında aparılır və kifayət qədər də əsas müddəalar razılaşdırılır. Müddəalar nədən ibarətdir? Bu sülh planına əsasən istənilən halda Ukrayna ərazi güzəştlərinə gedir. Bu, Rusiyanın hal-hazırda zəbt elədiyi torpaqlar üzərində faktiki nəzarəti həyata keçirir və daha sonra Ukraynanın bəlli bir sayda, yəni 600 min şəxsi heyətdən çox olmayaraq bir orduya sahib olması, gələcəkdə NATO üzvlüyündən tam şəkildə imtina olunması və bunun Ukraynanın dövlət konstitusiyasında öz əksini tapması, Avropa İttifaqına üzvlükdən tam imtina olunması və Ukraynanın gələcək taleyini siyasi şura adlanan, əslində Ukraynanın özünün əlində olmayan bir idarəçilik mexanizmi tərəfindən idarə olması. Bu, bir ölkə üçün təbii ki, ağır şərtlərdir. Ölkənin suverenliyinin, ərazi bütövlüyünün itirilməsi və bu şərtləri qəbul etməkdən başqa, çox təəssüf ki, Ukraynanın bir real seçimi yoxdur. Əks halda bu müharibə, bu hərbi əməliyyatlar daha da davam edəcək. Hətta bu sülh danışıqlarının davam elədiyi günlərdə belə Rus ordusu hətta paytaxt Kiyevə belə hava zərbələri endirir. Mülki infrastruktura, yaşayış binalarına zərbələr endirir. Ölənlər var, yaralananlar var. Bu artıq müharibədə bir prezident yaradıb ki, mülki obyektlərə, inzibati binalara, yaşayış binalarına zərbələr endirmək normal qəbul olunur. Bu artıq Rusiyanın timsalında. Bu həm də bir Kiyevə mesajdır ki, bu sülh şərtləri qəbul olunmasa hərbi əməliyyatlar davam edəcək. Eyni zamanda ABŞ-dan yardımın kəsilməsi faktiki olaraq Ukraynanın tam şəkildə məğlubiyyəti demək. Digər tərəfdən, təbii ki, bu şərtlərin qəbul olunması Ukraynada böyük bir daxili parçalanmaya, siyasi böhrana gətirib çıxaracaq. Artıq ayrı-ayrı məmurların, xüsusən də Zelenski komandasına yaxın olan aparıcı fiqurların, Yermak kimi şəxslərin istifaya göndərilməsi, bu artıq Zelenskinin siyasi çevrəsinin də daraldığını göstərir və əgər bu sülh planına imza atarsa Zelenski, bir siyasi fiqur olaraq, dövlət adamı olaraq onun gələcək karyerası artıq sual altındadır. Ölkə daxilində belə bir sual ortaya çıxacaq. Son 3-4 il ərzində yüz minlərlə insanını itirən, milyonlarla insanı Avropanın müxtəlif ölkələrində qaçqın həyatı yaşayan, şəhərləri dağıdan, iqtisadiyyatı çökən bir Ukrayna sonunda belə bir təslimiyyətçi bir sülhə mi imza atır və nəticədə ərazilər mi itirilir? Nəyə görə biz o zaman bu müharibəyə başladıq? Təbii ki, bu Zelenskinin siyasi karyerasının sonu deməkdir. Hətta daha radikal qüvvələrin hakimiyyətə gəlməsi anlamına gəlir ki, bugün Ukrayna üçün çox çətin bir seçim qarşısındadır.